Əziz qardaşlar, indi isə qablar mövzusuna keçid edək. Biz keçən dərsimizdə suyun növlərindən söhbət açmışdıq və qeyd etmişdik ki, su tahur, tahir və nəcis olaraq 3 qismə ayrılır. Və fəqihlər sular mövzusundan dərhal sonra qablar haqqında danışmağı münasib görmüşlər. Çünki su da qabda saxlanılır və dəstəmaz alan kəs adətən dəstəmaz alarkən bir qabdan istifadə edir. Elə deyilmi? Və bu qablar istifadəsi icazəli olan və icazəli olmayan qablar olaraq 2 yerə bölünür. Əlbəttə ki, əsas prinsip qabların mübah olmasıdır. Yəni, qablarda əsl hökm onun icazəli olmasıdır. Hətta bu, qeyri-müsəlmanların qabları olsa belə. Təbii ki, tahir, pak olmaq şərti ilə, təmiz olmaq şərti ilə. Və qablarda əsl prinsipin mübah olduğunu qeyd etdik. Yalnız 2 hal bundan müstəsnadır. Yəni, 2 halda bir qab haram hökmündə olacaq. Ya bir qab nəcis olduğuna görə haram olur, ya da qızıl gümüşlə əlaqəli olduğuna görə haram olur. Sual yarana bilər ki, qab nəcis ola bilərmi? Əlbəttə qab nəcis ola bilər. Məsələn, qab meyit bir heyvanın dərsindən hazırlanır. Məsələn, dərdən tuluq hazırlanır. Ola bilməzmi? Tutaq ki, it dərsidir və it dərsindən bir tuluq hazırlanır. İndi bu tuluqdan istifadə etmək icazəlidirmi? Cavab odur ki, xeyr, əlbəttə ki, icazəli deyil. Əslində, meyit heyvanın dəriləri məsələsində belə bir təfsilat var. Əgər meyit heyvan ölməmişdən əvvəl də nəcis heyvandırsa, məsələn, it kimi, bu cür heyvanların dərilərindən mütləq olaraq istifadə etmək haramdır, icazəli deyildir. Əgər sağ vaxtında tahir, yəni təmiz olan heyvandırsa, amma dərsi aşılanmamışdırsa, məsələn, qoyun ölüb, dərsi götürülüb və qab hazırlanıb və onunla dəstəmaz alınarsa, bu da icazəli deyil. Çünki meyitdir və dərsi aşılanmayıb. Yaxşı, bəs həmin o həyatda təmiz olan heyvanın dərsi aşılansa necə? Bu halda ondan istifadə etmək olarmı? Cavab odur ki, əgər quru yerlərdə istifadə edilirsə, istifadə etmədə heç bir qəbahət yoxdur. Amma əgər maye olan, rütubətli olan yerlərdə istifadə edilirsə, bu artıq icazəli deyildir. Yəni, məsələn, təmiz bir heyvanın, yəni həyatda sağ ikən təmiz olan bir heyvan ölüb və meyit kimi ölüb. Qoyundur, məsələn, yıxılıb, ölüb, bismillahlə kəsilməyib. Əgər bunun dərsi aşılanarsa, quru yerdə istifadə etməkdə bir qəbahət yoxdur. Məsələn, pulqabı düzəltmək icazəlidir. Və yaxud mebel üzlüyü kimi istifadə olmağında hər hansı bir qəbahət yoxdur. Amma içinə su və ya başqa maye qoymaq icazəli deyildir. Niyə görə? Çünki həmbəllərə görə meyit dərsi aşılanmaqla tam təmizlənmir, pak olmur, yenə də nəcis hökmündədir. Və əlbəttə ki, bu məsələ alimlərin arasında ixtilaflı bir mövzudur. Əsasən fəqihlərin bu məsələdə 2 görüşü var. Cümhur fəqihlərə görə meyit dərsi aşılanmaqla təmizlənir. Həmbəllərə görə isə meyitin dərsi aşılanmaqla pak olunur. Yaxşı, bu ixtilafın səbəbi nədir? Əlbəttə ki, alimlər arasında ixtilafın bir çox səbəbi ola bilər. O səbəblərdən biri dəlilin səhih olub olmamasıdır. Bəzən ola bilər ki, imama hədis çatmasın. Bəzən də ola bilər ki, hədis imama çatır. Ancaq imam ona zəif hökm verir və başqa bir imam isə həmin hədisə səhih hökm verir. Və bu səbəbdən ixtilaf yaranır. Və ümumiyyətlə hədisə hökm verməkdə yaranan ixtilaf da bir çox səbəbdən qaynaqlanır. Ola bilər ki, bir imamın etibarlı qəbul etdiyi ravi digərinin nəzdində etibarsız olsun. Və təbii ki, bu kimi başqa səbəblər də ola bilər. Və bu mövzuda da varid olan bir dənə hədis var. Hədisdə buyurulur ki, Əyyumə ihabin dubiq faqat tahur. Hansı dəri aşılanarsa pak olar, təmizlənər. Və İmam Əhməd rahimehullah bu hədisin səhih olmadığını, onda bir illət olduğunu, yəni zəiflik olduğunu bildirir. Digər alimlər isə hədisi səhih qəbul edirlər. Ona görə isə bu səbəbdən də artıq hədisdən şaxələnən fiqhi hökmdə də alimlər arasında ixtilaf yaranıb. Və beləliklə biz haram olan qabların birinci qismini öyrəndik və dedik ki, bu nəcis olan qablardır və dərilərdən danışdıq və dedik ki, əgər dəri ümumiyyətlə aşılanmaqla təmizlənmir, əgər həyatda sağ ikən təmiz olan bir heyvandırsa, aşılandıqdan sonra o dəridən quru yerlərdə istifadə etmək icazəlidir. Yəni yenə də o dəri nəcisdir, amma quru yerlərdə istifadə etməkdə bir qəbahət yoxdur.
Haram olan qabların digər növü isə içində qızıl olan qablardır. İstər qab qızıl suyuna çəkilmiş olsun, istər qızılla bəzədilmiş olsun, ya da ki tam qızıldan olsun, fərq etməz. Bu növ qabların istifadəsi icazəli deyildir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, qızıl və gümüş qabdan yeməyin və içməyin. Çünki onlar dünyada kafirlər üçündür, axirətdə isə sizin üçün. Gümüş də bu hökmə daxildir. Amma gümüşdə bir istisna da var. Yəni əlbəttə ki, gümüşdən qabda bəzək üçün istifadə olunsa bu da haramdır. Amma əgər qab sınıbsa və onu təmir etmək üçün gümüşdən kiçik bir bərkidici hissə qoyularsa, bu icazəlidir. Amma təbii ki, şərtlərlə. Şərtlərdən birinci odur ki, bu bərkidici hissə qızıldan yox, məhz gümüşdən olmalıdır. İkinci şərt odur ki, bu bərkidici hissə kiçik olmalıdır. Yəni o ehtiyac miqdarından artıq olmamalıdır. Üçüncü şərt isə bunun ehtiyac üçün olmasıdır. Yəni bu kiçik hissə belə olsa bəzək məqsədi ilə qoyula bilməz. Gərək ehtiyac olsun onu qoymağa. Və bu hökmə görə artıq gümüş qaşıqlar da icazəli olmayacaq. Və əsas qayda budur ki, qızıl və gümüşdən istifadə etmək haramdır. Yalnız istisna edilən hallardan başqa. İstisnalara misal nəyi göstərmək olar? Qadının zinəti, məsələn. Qadın üçün qızıl və gümüşlə bəzənmək icazəlidir. Kişi üçün isə qızıl tamamilə haramdır. Gümüş isə üzük, qılıncın qəbzəsi kimi hallarda icazəlidir. Və bu qayda digər oxşar hallara da şamil olunur.